Salamlar YouTube izləyicilərimiz. Bu videoda Clash Royale oynayırıq və kupamızı 6732-dən 6800-ə çıxardacaq muhafizlər oynayırıq. Onsuz da sezon güncəlləməsi var, muhafizlərlə domuzluqları verir də. Siz də yəni onu dəstəyinizə alaraq, mənim dəstəyimi kopyalaraq kupamızı alt kupalardan çıxarda bilərsiniz. Bu videoda heç bir oyunu uduzmayacağıq. Birinci rəqibimizə baxaq. Rəqibimiz Vukdur və muhafizlərlə başlaya bilərik. Adam körpüdən duvar yıxacaqdı. Biz də bombacımızı ataq, onu tutaq. Bir dənəsi vuracaq, amma heç bir şey olmaz. Bombacımızı boş göndərəcəyik məcburan. Arxada muhafizlər bölək. Muhafizlərimizi arxadan böldük. İndi isə muhafizləri dəstəkləməliyik. Adam super. 2 iksirdə kar topuna verdiyinə görə zərərdədir 2 iksirdə. Yəni 2 iksir önə düşdük. Muhafizləri ortadan flank machine qoyacağıq. Adı nə idi bunun bilmirəm. Türkçəsi yadımdan çıxdı. Ortadan əgər binazad atsa çox işimizə yarayacaq. Onları alıb şey edəcəyik. Adamın 14 səviyyə mini-pekkası var imiş. Ona qarşı elə biləcəyimiz nə var? Güclü madencindən kəsə bilərik, amma görə mini-pekkansı tərəfə düşəcək. Sağdan gəlir. Soldan buraxacaq şeyi. Okları yapışdıraq ora. Duvar yıxıcılar da getdi. Getmədi, təbii ki də getmədi. O qədər yüksəkdir ki kartların səviyyəsi. Bizim də oklarımızın səviyyəsi çox aşağıdır. 10 səviyyədir təxmin eləyin. Amma əlində heç bir şey yoxdur. Binasını da çıxartdı əlindən. Nəysə orada elə biləcəyimiz bir şey yoxdur. Buraxacaq atağımızı. Amma bir dəqiqə güclü madenci kuledədir. Buz ruhu ataq ora dəstəkləyə bilərik. Mükəmməl sən alacaq o kuleni. Kulenin içindən keçdik. Güclü madenci ən sevdiyim kartdır da mən demək olar ki, yəni muhafizlərlə. Uşaqlar, yəni mən bu videoda sizlərə necə muhafizlər oynaya biləcəyinizi göstərirəm. Yəni məncə çox rahatdır. Yəni siz də mən elədiklərimi elə bilərsiniz. Məsələn üçün arxadan muhafizləri bölərək başladıq. Ortadan məsələn üçün bina gələ bilər deyə əlimizdə olan havaya vuran tək kartı ortadan körpünün önünə doğru tikəcəyik ki, əgər atsa onu qırsın. Bax düşdünüz, yəni məntiqə bu qədərdir. Məsələn ortadan indi adam oyunu saldı deyə mən indi soldan spamlayıram hamısını. Çünki kulemizə qartop atdı boş yerə. 2x ilə zərərdədir. Yəni alacağımıza güvənirəm. Yoxsa belə bir heç vaxt eləmərəm. Çünki uduzma ehtimalımız çoxdur. Adamı 3 tada satacağıq. Atacağıq. Mükəmməlsən. Mini pekkas da getdi aradan. Güclü madenci çox super kartdır da. 14 səviyyə mini pekkanı da kəsdi. Alın, alın. Ice Spirit'i da atdım. Muhafizləri da basıram. Adam iksirin zərərindədir, yəni o qədər pis zərərdədir ki. Son iksirlərini xərcləyir, hamısı da gedir. Duvar iksirləri, hə sən alsaq kuleni, alarsan. Biz 3 tac ataq. Onları da kəsirik. Bombacını da atıram, hər şeyi spamlayı day bundan sonra. Çox mükəmməl. İndi isə keçək, görə nə qədər kupa verəcək. 5-7 eləyir, 6-7 idi o. Emojisini atdı. Keçək ikinci oyunumuza. İndi görək qabağımızda kim var? Rainbow'dur. Məncə bunu rahat alarıq bu. Çünki kulesinin səviyyəsi aşağıdır. İnşallah kartlarının da səviyyəsi aşağıdır. Elə biləcək bir hamlə yoxdur. Ona görə buz büyücü atdı arxadan. Biz ortadan goblin qəfəsimizi qoyaq. Buz büyücü mən bu arada deyim ən zəhləm getdiyim oyundakı kartlardan biridir. O qədər yavaşdadır. Məndə olanda super. Amma rəqibdə olanda çox da xoşuma gəlmir. Mega şövalye atdı arxadan. Güclü madencini buraxaq. İndi bunu izləyirsiniz. Görün nə qədər yavaşdadır şeyi. Qəfəsimiz getməsin deyə goblin qəfəsimiz şey baxa, muhafizlər basacağım öndən. Muhafizləri bastıq, bombacını dəstəkləmək. Soldan kraliçə çox pis kraliçə atdı. Kraliçə gedəcək. Çox pis atdı kraliçəni. Ona görə şeyləri spamla, biniciləri spamla. Adam bitdi. Yəni sizə deyim, bizi qazanma ehtimalı yoxdur. Kule də gedəcək. Buz büyücüsünü də çox pis altdı. Bizim yəni bütün kartlar bizimdir, yəni şeydəki arenadakı. Ona fikir verin. Hər şeyi spamla bundan sonra çevirmə ehtimalı çox azdır sizə deyim. 3 saat aça bilərik, deyəsən ata bilməyəcəyik. Binicilər ölməsə tez, donuz biniciləri. Vur. Minin altına düşürsək bəlkə alma ehtimalımız var, amma çoxdur canı onsuz da şeyimizin. Havadan gedən kuşatma makinesi idi, səhv eləmirəmsə. 354. Adam da ağlayır, yandan ağlama şeyini spamlayır. Biz arxadan səbirli şeylərimizi ataq, muhafizlərimizi bölək. 4-də atıram sağa doğru. Ya da atmasaq da olar, cadı gəldi. 14 səviyyə cadısı var adamın. Bizim kartlarımızın səviyyəsini yəqin görürsünüz, amma nə qədər yaxşı oynayırıq. Adam önünə mega şövalye bastı. Güclü madenci ilə ilk cadını kəsək. Arxada cadını kəsək, onsuz da mega şövalye doğru tullanacaq. Muhafizlərdən onsuz da oyalayır şeyi, mega şövalyeni. Cadı getdi aradan. Aradan cadı getdi. Önə də kraliçə gəldi. Kraliçəni bilirəm çox noob taktikidir, amma kraliçəni basmaq, önünə şey bastım, qəfəsi qoydum. Bombacını onu rahat bir şəkildə kəsirik. Adamın bitirək də bir şeyləri basaq, Royal Hawks'ları basaq. Oyun bitsin, domuzluqları basaq. Kuleni məncə rahat alacaq. 192, 30 və mükəmməl. İndi isə keçək 3-cü oyunumuza.
Ona görə nə qədər kupa verəcək bizə 30 mükəmməl. Və sıradakı rəqibimiz M.H66 nə bilim Mr. Zad yazmaq istəyib yəqin ki adı. Nəysə onun başını buraxın. Biz bunu udacağıq. Bu zırh ondan sonra körpüdən basmaq istəmirəm. Kulesinin səviyyəsi 12-dir yəni bizdə də 10-dur. Yəni boş-boşuna öləcək. Amma destəni çevirmək üçün basa bilərik. Adam emoji başır. Yeni şey gəldi. Ya hamıya pulsuz verir bu kupa kastığımız şeydə. Çox super emojidir. Yəni bu domuzluq zəng eləmə şeyi. Adam sual basır bizə. Özü basır emojini, biz basanda sual basır. Elə biləcək bir hamilə yoxdur, ona görə gözləyəcəm rəqib nəsə eləsin. Domuzcuqlar bastı, güclü madencini basa bilər yora. Bombasını buraxmayacağım, çünki bombası buraxandan sonra da yenə hasar verməyə davam edirlər. Önünə də şey basırıq, muhafizləri basırıq. Məncə onu rahat bir şəkildə kəsəcəyik. Antisən emojisi atır, amma 5x-nin 7 oynamağa bilmir. Antisən deyir. Royal Hawks'lara top attığına görə ortadan şeyi bölə bilərik, domuzluqları. Ölmək ehtiyac yoxdur. Yoksa biraz sola doğru meyillatdı. Məncə gedərlər kuleyə, amma çox pis oldu. Kraliçe ora rahat təmizləyəcək özəlliyi ilə. Amma iksirdə biz öndəyik məncə. Kraliçeni ilə keçəcək. Bombacı atsaq bir mənası yoxdur. Havadan gedən kuşatmanı atsaq bir şey eləməyəcək. Noob taktikini bilirəm. Noob kimi göstərəcək bu, amma öndən basıram. Yəni çox ilk dəfə görəcəksiniz belə bir pozisyon Goblin qəfəsini qoyan birinin. O da gedir. Məncə ora bir şey atmayacaq. Attı, Valkür attı. Valkürü biz havadan gedən şeylə kəsə bilərik, makinə ilə. Məncə kəsər onu rahat. Soldan domuzluq gələ bilər, hər ona görə ehtiyatlı. Amma domuzluqlar indi bassa çox süper olar. Nəsə onu dəstəkləyə bilməyəcək havadan gedən kuşatma makinesini. Adı nə idi? İnşallah səhv demirəm. Kuleye vururuq. 3 iksir də oradan çıxartdı. Ora bir dənə buz ruhu bəsdir. Başqa iksir xərcləməyəcəm, çünki ona biz 3 tat çəkə bilərik məncə. Çox iksir zərərində. Bir dənə buz ruhuna savunduk oranı. Heç nə atmayacam ora. Bombacı mükəmməl. 4-lü vuracaq. Hamısına alan vurursa bombacı. Əlasan 5 iksirini yedi. İndi isə atağa çıxırıq. Sağa doğru güclü madencini basaq. Ortadan şey basacağım. Ora Valkür bastı. Topunu kəsmək üçün eləyirəm. Bu taktika eləyin siz də. Yəni mən də çox çətin bir şey deyil yəni oynamaq. Siz də məncə oynaya bilərsiniz. Yəni mənim taktiklərimi işlədərək şeyi də çıxartdı. Paketi çıxartdığına görə domuzluqları basaq sağdan. Kuleyə çox vuracağıq. Kraliçe də gedir. Mükəmməl domuzluqlara basır. Kuşatma kəsir şeyi. Havadan gedən makinemiz kəsir. Kuleyə də vururuq. Arxadan yenə belə muhafizlərimizi davam. Eləcək hamilə yoxdur. Biraz iksirimiz də olsun, onu gözləyək. Domuzu depremi çıxartdım. Yəni adam 3 iksiri havaya atdı. Sağdan madencimizi basaq, güclü madencini basaq daha doğrusu. Ortaya doğru makinə basaq, onu Valkür atacaqdı onsuz, onu təxmin elədik. Paketi çıxardacaq burada yəqin sağa sola doğru çıxartdı. Domuzluqları basaq. Nəsə 8 saniyə qalıb. Hələ şey tikək, birdən domuzluqlar basar ona görə. Kraliçeni də qoydu. Kraliçe mükəmməl sola döndü. Topu tutturmağa çalışdım, amma tuttura bilmədik. İnşallah 218 vura bilər. Haydi bir dənə domuz. Vur. Vura bilmədi. Neysə. Arxadan muhafizlər basmayaq, öndən basaq. Hər iki tərəfi tutaq. Çünki köprü keçəndən sonra özəlliyinə baxacaq kraliçenin. Valkürlə kəsirik. Ortadan da makineni qoyuruq. Sağa doğru bas. Sağa doğru domuzluqları basaq. Kraliçe də pis yerə gedəcək, amma kuşatmamıza vurur. Məncə 218 candı. Onsa tutturarıq onu. Topu önə doğru çatdırdı. Topu çatdırdı. Amma məncə yenə də olacaq mükəmməl. İndi isə keçək 3-cü oyunumuza. Adam toksikləşməyi bastırdı. Amma biz səni qazandıq sənə qarşı. Çox pis oynadın. İndi 4-cü maçdır. Bilməm neçənci maçı sona keçək. Aha, sıradakı rəqibimiz Rain Band adı. Düzgün tələffüz elədik. Yəqin ki, amma heç vecmə də deyil. Bunu alacağıq. Buna 10 səviyyə mızraqlı. 10 səviyyə. Yəqin ki, o birisi kartlarının səviyyəsi bu qədər aşağı olsa qazanma ehtimalımız dəhşət çoxdur. Gözləyəcəyik. Gözləyək nə edə bilər adam. Onun qəfəsi çox, yəni qəfəsdən çıxan Goblin tək göndərmə məcburiyyətindəyik. Amma arxadan bizə 2 iksir hədiyyə elədi. Ona görə bombacını bölmək istəyirəm. Orakuları yapışdıra bilərik. Həm arxadakıları kəsəcəyik, həm də ki 9 səviyyədir. Serseri 9 səviyyə adam Serseri oynayır bu kupada. Nə yaşayırsan sən? 9 səviyyə çox azdır. Bəlkə də kartlarının səviyyəsi azdır. Çox iksirdəyik, karındayıq deyə düşünürəm. Onu arxadan muhafizləri bölə bilərik. O kulemizə vurmasın, madencini öndən ataq. Qəşəng, mükəmməl. Madenci də vura bilmədi kulemizi onsuz da. Görək nə atacaq. Əgər kuşatmamız qayıtdı 4x adam fəlakət kulesi atdı. Özəlliyi bastım deyə vurmasın şeyə. Təzdən döndü.
Kaş atmazdıq, gözləyərdik kulemizə vursun makini, arxasına basardıq şeylərin. Mühafizlərin arxasına basardıq güclü madencini. Adam fəlakət əlindən çıxdığına görə, fəlakət kulesi. Ona görə körpüdən domuzluqlara basa bilərik. Çünki eləyə biləcək heç bir cavabı yoxdur ora. Kulesi binasının əlindən çıxartdı. Dümdüz şeyə gedəcəklər, kuleyə gedəcəklər. Bir dənə tək problem odur ki, kartların yığıb üstümüzə raş eləməsin. Davam. Çox mükəmməl vuruq. Adam depremi o qədər pis atdı ki, yəni bu rəqibə qarşı qazanmama ehtimalımız yoxdur deyim sizə. O vuracaq şeyə. Qəfəsimi yenə Goblin tək gedəcək. Amma kör nöqtədədir onun kuşatma makinesi. Ona görə bizdə ataq. Kuleyə gələcək o. Ice Spirit'i də atıram buz şeyini də. Bizimkinə vurmasın. Arxadan mühafizləri bölərək davam edə bilərik. Biraz iksirimiz ona dolsun. Okları yapışdırmayacağım. Yox, yapışdırmayacağım. Ona ikisi ayrıldı deyə yoxsa yapışdırardım. Sola doğru bombacı ataq. Mızraqlar sola doğru gələcək çünki. Mükəmməl. Kuleyə vura bilərlər. Heç bir problemimiz yoxdur bizim. Adam mezarlıq atdı. Nə eləyirsən sən? Güclü madencini ataq ora. Özəlliyimi buraxmayacağım. Kartlar sağlı soldu. Arenadakı bütün kartlar bizim demək olar ki. Fəlakət kulesini çatdıra bilməyəcək. Yəni ki 5 iksir də ora xərclədi. 9 səviyyə. Məncə bu rəqib qarşımızda belə durmağı çox pis şeydir. Problemdir. Yəni belə rəqibə qarşı çox rahat kupamızı qazanacağıq. Mühafizləri sola doğru böldüm. Sağ aldıq, indi isə sola alaq. Davam. Güclü madencinin özəlliyinə bastım, solu da alaq rahat. Onsuz alacaqdı, neysə bas iksirləri xərclə. Adam zərərindəki. Arenadakı bizim kartlarımıza baxın bir dənə. Makinanı da qoydum və bütün önümüzdəki rəqiblərə demiyorlar ki 3 stad açırıq. İndi isə keçək kupamızı görəndən sonra nə qədər verdi? 30 kupa. Keçək 3-cü, neçənci oyunda ona keçirik. Uşaqlar, oyun nəsə baqa girdi. Bilmirəm, açılmır ekran. O birisi oyunumuza keçməyib məncə. 3800 neçə kupa olduq. Bu videodan bu qədər deyək. Oyun nəsə baqa girdi. Çıxır eləməyə daxil yoxdur. Məncə elə normal dəqiqədə də videomuz bu videodan bu qədər olsun. Gələn videoda görüşmək ümidi. Sağ olun, salamat qalın. Bir də ki sizlərə söz deyəcəm. Uşaqlar, Azərbaycanda böyüməyə çalışan bir kanallarım, ən yaxşı kanallardan olmağa çalışıram. Ona görə dəstək üçün abunə olun, like atın.